Ona göre de bir müddet evvel reinkarnasiya deyilən bir şeylə maraqlandım. Deyilənə görə biz dəfələrlə həyata gəlirmişik. Doğrusu bu mənə çox maraqlı gəlirdi. Hətta bunu təbliğ edənlər öz sözlərində Qurandan və başqa dinlərdən, inanclardan öz sözləri ilə desək güya dəlillər təqdim edirdilər. Lakin onu da deyim ki, nəyi dəlil kimi təqdim etsələr də bir başqa ilahiyyatçı ya da din xadimi bunu başqa argumentlərlə təkzib edirdi. Mən də inanmaq istədiyim üçün yalnız reinkarnasiyanı təbliğ edənlərə tərəf dururdum. Əslində mən inanmırdım. Sadəcə onlar müəyyən argumentlər gətirirdilər. Mənə maraqlı gəlirdi və bir müddət sonra mən artıq qəribə hisslər keçirməyə başladım. Getdikcə evimə, ailəmə, tanıdıqlarıma yadlaşırdım. Çünki ümid edirdim ki, bir gün öləcəm, başqa bir ailədə, başqa bir evdə, başqa bir zamanda və çox güman ki, varlı pullu bir ailədə doğulub ömür sürəcəm. Çünki öz aləmimdə deyirdim ki, Duluşu, bu ömür, bu indiki həyat heç sayılmaz. Bu zibil oldu. Bəxtini bir daha sına. Madam ki dəfələrlə gəlirik, ən yaxşısı bəxtini yenə sınamaqdır. Onsuz da bu sayılmır. Əslində mənə moksha ya da nirvana lazım deyildi. Mənə lazım olan şey sadəcə dünyaya bir də gəlib bir ömür boyu kayfımı tutmaq idi və mən heç özüm də bilmədən artıq kim reinkarnasiyanı təksib edirdisə onlara qarşı çıxır, az qala düşmən kəsilirdim. Çünki onlar mənim o yeni nəhəng ümidimlə oynayırdılar. Və mən getdikcə artıq reinkarnasiyanı tam araşdırmaq xatirinə deyil, sırf bu ümidim sarsılmasın deyə həyatımda, ətraf mühitdə buna dəlillər axtarmağa başlayırdım. Reinkarnasiyanı təbliğ edənlər əsasən də Bhagavad Gita, Hinduizm, Buddizm kimi şeyləri rəhbər tutaraq danışırdılar. Eyni zamanda onlarda məşhur Dorothy əhvalatını da eşitmişdim və buna bənzər bir çox şeylər, təsəvvür, əhvalat kimi şeylər danışardılar. Heç bir empirik sübutları yox idi. Mən sadəcə bu mənə yeni ümid verdiyi üçün ümid edirdim. Onu da deyim ki, mən artıq əməlli başlı inanmağa da başlayırdım. Çünki onlara çox həddindən artıq qulaq asırdım. Onlar sərhəd tanımırdılar. Onlar Əhl-i Beyt imamlarından tutmuş, dünyada bir çox dini və xüsusi xadimlərin əslində hamısının ayrı-ayrı şəxslər deyil. Bir neçəsinin, bir ruhun bir neçə dəfə dünyaya gəlmiş bədəni olduğunu deyirdilər. Və mənə həyatdakı müəyyən şeylərin əslində reinkarnasiya əlamətləri olduğunu deyirdilər. Mən də sürətlə artıq inanacaq mərhələsini keçdim və inandım. Əslində mən gizbəsər deyildim, sadəcə çox yorulmuşdum və onu da deyim ki, bəzən intihar ab-havasında olan adam üçün bu sadəcə oyunu əvvələ qaytarmaq kimi idi. Çünki əvvəl intihar etsəydim, sadəcə ya yoxa çıxacaqdım, ya da Allahın verdiyi cana niyə qəsd etdiyimin hesabını verəcəkdim. Bunlarsa deyirdi ki, ölüb yenidən diriləcəksən. Ona görə də mən artıq həyatda daha rahat idim. Ölümdən qorxmurdum. Ölümə meydan oxuyurdum. Əgər bir maşın məni vursaydı, vecimə də olmazdı. Tək ki, ağrı çəkmədən anidən ölüm vəssalam. Onsuz da həyat şansı qurtarmır. Sonsuza qədər yeni şansım var və artıq mən həyatda qapıda belə işləri boş buraxırdım. Hətta çox çay içmişəm, çayxor olmuşam deyə mitral iplərim ya da böyrəyim çürüyəcək obsesiyası da məni qorxutmurdu. Əksinə bu dəfə hər şey mənim nəzarətimdə idi. Çünki artıq ikinci həyatımı xəyal edirdim.